Sizcə SSR-nin ən ali hərbi mükafatı hansı idi? Keçmiş SSR-də söhbət gedir. Yəqin ki, bu suala cavab verən hər kəs deyəcəkdir ki, bu Sovet İttifaqı qəhrəmanı mükafatı idi. Və Zaqafqaziyada buna ilk layiq görülən şəxs bilirsiniz ki, həm yerlimiz İsrafil Məmmədov idi. Lakin SSR-nin ən ali mükafatı bu deyildi. Bu haqda məlumat bilmək üçün videomuza axıra qədər baxmağı və dəstək olmanızı sizdən xahiş edirəm. İlk SSR-nin ən ali hərbi mükafatı Ali Komanda Heyətinin mükafatlandırılması üçün nəzərdə tutulan qələbə ordeni idi. Bu orden 1943-cü ilin noyabrında SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmişdi. Və həmin mükafatın eskizi isə 1944-cü ilin avqustunda hazır olmuşdu. Əvvəlcə eskizə Stalin və Leninin portretlərini əlavə eləmək istəmişdilər, lakin Stalin bundan imtina etmişdi. Ondan sonra bu eskizə Spas qülləsini əlavə eləmişdilər. Cəmi 30 nümunə hazırlanmalıdır. Bunun üçün 5400 brilyant, 1500 qırmızı almaz və 9 kiloqrama yaxın platin sifariş verilmişdi. Ancaq 22 nüsxə hazır oldu. Ümumilikdə bu ordenə 20 nəfər layiq görülmüşdü. İkisi isə heç kəsə verilməmişdi. Bunlardan üçü isə 2 dəfə bu ordenə layiq görülmüşdü. Bu ordenə ilk layiq görülən şəxs isə 1944-cü ilin aprelində Marşal Georgi Jukov olmuşdu. Mükafat sağ sahil Ukraynasının azad olunmasına görə verilmişdi.